Salam, hər vaxtınız xeyir olsun. Biz bu gün həmin 4-cü sinif üçün olan monitorinq imtahanına hazırlıq kitabından 4-cü bölüm üzrə variantların izahına baxırıq. Həm Azərbaycan dili, həm də riyaziyyat üzrə olanları. Və A variantı asan tiplidir. Dəyişənlər verilmiş qiymətlər üçün ifadənin qiymətini tapın. Yəni, bizə belə bir cədvəl xarakterli bir cədvəl verib. Necə yazacağım? Yəni, A-nın qiyməti 25-dir. A-ya 25 qoyacağıq. B-nin yerinə isə 8 qoyuruq. B bərabərdir 8-ə, yəni bu belə verir. Burada görürsünüz 25-dir. Və mən həmin bu ifadəni hesablayıram. 3 üzərinə gəl. A-ya dedim neçədir? 25. Bölək. B-nin qiyməti neçədir? 8 çıx 4 bərabərdir. Hər bir mörtəzənin ayrı-ayrılıqda hesablayalım. 25-in üzərinə 3 gəldikdə 28 bölək. 8-dən də 4 çıxdıqda 4 qalır. 28-i də 4-ə böldükdə 7. Yəni hansı variantdır? B variantı. Növbəti yenə ifadədir. Deyir, hesablayın. Baxın, ən yaxşısı birinci mörtəzəni hesabla. Bax, mörtəzəni bu şəkildə hesablayırsan. 1400-ü 7-yə böldükdə, ay uşaqlar, 1400-ü 7-yə böldükdə rəqəmi çox görüb də qəti, necə deyim, tərəddüd eləməyin. 14-dür, 14-ü 7-yə böləndə neçə düşəcək? 2. 2 dənə də 0-ı yanına yazacaqsan 200. Deməli, bura neçə elədi? 200. 15-i də 5-ə vurursan. 15 vur 5. 5 də 5, 25. Neçə edəcək? 75. Deməli, buranın qiyməti neçədir? 75. Sən nə edəcəksən? Hələ mörtəzənin içərini həll edəcəksən. 200 çıx 75 bərabərdir 125. Yəni, yazacaqsan 234 çıxaq 125. Bax, bu böyük mörtəzə. Bax, bunun hamısını bir yerdə hesabladım, tapdım ki, 125 edir də. 234-dən də 125 çıxacam. Qalacaq neçə? 109. Yəni, hansı variantı? A variantı. Bu qədər. Sonra deyir, tənliyi həll edin. Baxın, bu da yenə natamam tənlikdir. Necə ki, bərabərliyin görürəm ki, sağındakı hələ tam həll olunmayıb. Mənə deyir ki, bir zəhmət, sən özün də onu həll et. Neyniyəcəm? 6 vur M olduğu kimi hələ ön hissəni yazıram. 4 dəfə 12 də neçə edəcək? 48. M də bərabərdir. 6 vuraqdır. Bərabərin sağına keçdikdə 48 böl 6. M də bərabərdir 8. Yəni, hansı variantdır? Uşaqlar, A variantıdır. Sonra 16-cı sual. Deyir ki, alıcı 4 kisə şəkər aldı və kassaya 10 manatlıq və 5 manatlıq və 1 manatlıq verdi. Bax, 10 manatlıq, 5 manatlıq və 1 manatlıq neçə manat verib? 16 manat, düzdür? 4 dənə də kisə alıbsa, bir kisənin qiymətini soruşur. 16 böl 4 bərabərdir 4 manat. Deməli, bir dənə kisənin qiyməti nə qədər imiş? 4 manat. Növbəti. Uzunluğu 45 sm olan lentdən 6 sm kəsildi. Bax, 45 idi, düzdür. 6 sm kəsiblər, qaldı 39 sm. Və qalan lenti 3 bərabər hissəyə ayrıldı. Yəni, deyir 39-u 3 bərabər hissəyə, yəni 3 hissəyə bölüb, düşüb necə? 13. Bir dənə hissə nə qədər olub? Elə bir 13, 13, 13. Və görürsən, hamısı bir yerdə 39 edir. Yəni, bir dənə lentin uzunluğu nə qədər olub? 13. Yəni, hansı variantdır? D variantı. Sonra 18. Deyir, yazaraq tənliyi həll edin. Görürəm ki, oxşar ifadələrdən, eyni ədədlərdən 2 dənədir. Bax, buraya diqqət elə bir. A-dan neçə dənədir? 1, 2. Yazırsan 2A. Yəni, 2 dənə A var deyə 2A yazdım. Üstə gələk. 1, 2, 3. 3 dənə 8 var. Dedi, yaxı, bunun toplaması belədir. Vurma ilə tecə tapırdın 3 vur 8. Niyə? Çünki 3 dənə 8 var. 24. Bərabərdir 32. 2A da bərabərdir. Müstəcək bərabər sağına keçəndə 32 çıx 24. 2A bərabərdir 8. A da bərabərdir 4-ə. Yəni, hansı variantdır uşaqlar? D variantı. Tənliyimizin cavabı 4-dür. Sonra 19-cu sual. 4 ilə M-in hasilini cəm şəklində necə yazmaq olar? Bax, buraya bax. 4 vur M. Yəni, bu nə deməkdir? 4 ilə M-in hasili. Hasil deyənə nədir? Vuruq, vuruq, hasil. 4 vur M-in hasilini cəm şəkildə. Dedim, aşağılar, bu nə deməkdir? Yəni, 4 dənə M-i, bax, bu şəkildə üzərinə gəlib. Bu da elib nə? 4 vur M.
Yəni 4 dənə M üzərinə gəldiyinə görə olacaq nə? B variantı burada. Amma desən ki, ay müəllim, bəs niyə D olmur? Desəydin 4 vur 4, yəni 4 dənə 4-ü bir-birinə vurmaq var isə, hə, 4 üstə gəl, 4 üstə gəl, 4 şəklində yazardın. Sonra tərəzi tarazlıqdadır, yəni bərabərdir. Burada 1 kiloqramdır, burada 1 kiloqram. Biz əvvəlcə yadımıza salaq görək. 1 kiloqram neçə qram idi? 1000 qram, düzdür? Burada da mən baxıram ki, yəni bərabərdir. Burada tutaq ki, nə varsa burada da bu var. Yəni bu tərəfdə 1 kilodur da. Çünki bərabərdir. Axı görsən tərəzinin gözləri düzmü tərazi? Bərabərdir. 1, 2, 3, 4 dənə n varsa, yəni 4 dənə n bərabərdir 1000 qram. 1000 qram bildiniz də 1 kiloqramı 1000 qrama çevirdim ki, gətirim bunu həll edə bilim. N də bərabərdir dedik. Vuraq bərabərin bu tərəfinə keçəndə nə olacaq? Bölmə. N də bərabərdir neçə düşəcək? 250. Yəni bir dənəsinin qiyməti 250 imiş. Bax, həqiqətən də 4-ü 250-yə vuranda 1000 qram edəcək, o da 1 kilodur. Bizdən də N-in kütləsini soruşur. Elə hansı variantdır? A variantı. Növbəti sualda deyir ki, bayram şənliyində hər xonçaya 8 şəkərbura, 6 paxlava və 3 qoğal qoyuldu. Bax. Cəmi neçə şirniyyat qoyuldu? Bir dənəsinə, baba, bir dənə tutaq ki, xonçadır da bu. 8 dənə şəkər bura, 6 dənə paxlava, 3 dənə də nə? Qoğal qoyulub. Görüm nə qədər qoyulub bax buna. 8, 6, 14, 17 dənə. Yəni bir dənəsinə 17 dənə şirniyyat qoyulursa, 6 xonçaya 17 dənə, yəni 6-nı vuracaqsan 17-yə ki, birinə 17 dənə qoyulur axı. 6 dəfədə 17 neçə edəcək? 102 şirniyyat. Yəni hansı variantdır uşaqlar? Əlbəttə ki, D variantı. Necə yazacaqsan bunu? Baxıram ki, gəlin variant yoxlayaq. 9-u 2-yə vurub, üzərinə 1 gəlsəm, 19 edir, ödəyir. Gəl görək 19-u 2-yə vurub, üzərinə 1 gəldikdə 49 edəcəkmi? 38 üzərinə 1 gəldikdə 39 eləyəcək. Yəni ödəmir. Yəni hansı A variantı deyil. Gəl sonra yoxlayaq 3-ə vuraq. 9-u 3-ə vur 27. 27-dən 8 çıx 19. Aha, ödədi. Gəl görək 19-u 3-ə vurduqda neçə eləyəcək? 57. 57-dən də 17 çıxdıqda qalacaq 40. Yəni bu da ödəmir. Mənə 49 olmalıdır. Gəl indi 9-u vuraq 4-ə 36. 36-dan da 17 çıxaq uşaqlar. 36-dan da 17 çıxdıqda qalacaq 19. Gəl 19-u 4-ə vur. Neçə eləyəcək? 76 çıx 17. Bərabərdir 59. Yəni bu da ödəmir. Qaldı sonuncu variantımız. Çox güman sonuncu variant düz gələcək. Görək o necə olur. Sonuncu variantda da deyir ki, 5-ə vurmaq. 5-ə vur 3 əlavə et qaydası ilə. 9-u 5-ə vur 40. 40-ın üzərinə də 3 gəl 43. Hanı heç bu da əlavə olmadı axı. Burada deyəsən səhvlik var. Məsələn, ödəmir. Görürsünüz, göz qabağında ödəmir. Bəli uşaqlar, burada cavab yoxdur. Bu sual səhvdir. Yəni gözünüzün qabağında da hamısını bir-bir yoxladım. Niyə olmur, niyə belə olur, niyə elədir. Keçək növbəti suala. Eni x santimetr, bax, düz bucaqlı deyir. Eni x, uzunluğu y santimetr sahəni hesablaması sahəsini S bərabər düz bucaqlı sahəsinə tapırdıq. A vur 5-ə içində siz indi bunu belə əzbərləyibsiniz də. Elə bu da elə bir A vur B deməkdir də. İndi x və y yazıb yerinə. Sən yazacaqsan S bərabər x vura y. Sahə necə tapılırdı? Eninin uzunluğuna hasili. Yəni hansı variant uşaqlar? Burada B variantı. Sonra növbəti deyir ki, verilmiş ifadənin qiyməti hansı ədəddən böyükdür? Yəni ifadəmizi hesablayırıq. Baxırıq ki, ayrı-ayrılıqdadır. Bir dəfə bu vurmanı hesablayırıq, sonra da bu vurmanın hasilləri də toplayırıq. 483-ü vurursan 6-ya. 18, 48, 49, 6 və 4, 24, 4 də yadda 28. Və 25-i vuracaqsan 9-a, 9 dəfə 5, 45, 4 yadda, 9 dəfə 2, 18, 4 yadda 225. Və səndən bunları cəmi soruşur, düzdür? 2898-in üzərinə 225 gəlsin. Daha doğrusu, bunların cəmindən böyük ədədi soruşur. 13, 11, 12, 10, 11, bu da 3. Yəni, bildiniz də, necə hesabladım? 3123. 3123 hansı ədəddən böyükdür? Bax, deyir, verilmiş ifadənin qiyməti hansı ədəddən böyükdür? Yenə uşaqlar, burada nəsə deyəsən səhvlik var. Baxın bura, 3359, elə hə, böyükdür deyir. Elə biləm ki, yazıb ki, elə A variantı da olur. 3059-dan 3123 böyükdür. Amma B-dən də kiçikdir, D-dən də kiçikdir, C-də bərabərdir. Ona görə doğru cavab A variantı.
İndi Azərbaycan dili üzrə mətn tapşırıqlarımıza gəlirik. Görək ki, nə var, nə yoxdur. Hansı mətndir, söhbət nədən gedir? 4-cü bölüm üzrə monotonik, yəni B variantı çətin tipli bir mətndir. Gəlin baxaq, gözümüzü qorxutmuruq və sevərək oxuyuruq. Qartal uçur. Bu şəxsin adı Piri idi. O illərin mahir ovçusu idi. Azərbaycanın dağ kəndlərinin birində yaşayır və ovla məşğul olurdu. Bir gün o bir qartal balası tapdı və sevinə-sevinə evinə apardı. Piri evinin həyətində toyuq cücə saxlayırdı. Qorxurdu ki, bir gün qartal balası böyüyüb onun yanından uçub gedər. Buna görə də cücələri qatıb dedi: "Sən cücəsən. Burada bu cücələr kimi buğda dənlə." Kiçik qartal balası ovçunun sözlərinə aldandı və cücə olduğuna inandı. O cücələrlə buğda dənləyir, onlarla oynayır, qartallar kimi göydə uçmaq barədə heç fikirləşmirdi. İş o yerə çatdı ki, qanatları da zəiflədi. Bir gün Kərim baba dostu ovçu Pirini görmək üçün onun evinə gəldi. Böyük bir nəslin başçısı olan Kərim baba çox ağıllı və biliklidir. Qartal balasını cücələrin arasında görəndə təəccüblənib dedi: "Nə əcəb qartal dən yeyir, cücələrin arasında yaşayır?" Ovçu Piri dedi: "Çünki o artıq cücədir, qartal deyil." Kərim baba qartal balasının qabağına bir tikə ət atdı. O isə ətə toxunmayıb buğda yeməyə başladı. Bundan təəccüblənən Kərim baba dedi: "Dostum, sən onu aldadıb təbiətini dəyişmisən. Sənin onun azadlığını əlindən almağa heç bir haqqın yoxdur. Ancaq hər bir halda o qartaldır. Sən bunu görəcəksən." Kərim baba qartalı götürüb qanadlarını açdı və ona dedi: "Sən qartalsan, digər qartallar kimi səmada uçmalısan." Qartal ona inanmayıb yerə düşdü. Ovçu məsxərə ilə güldü. Ancaq Kərim baba məyus olmadı. Qartalı götürüb evinin damına çıxdı və dedi: "Sən güclü qartalsan, sən yırtıcısan, uç." Qartalın yeri ucuz zirvələr, vüqarlı dağlardır. Lakin kiçik qartal hələ də sahibinin, ovçunun sözünə inanırdı. O qorxusundan titrədi, çünki heç vaxt qanad açıb uçmamışdı. Uçmaq istəsə belə sahibi ona izin verməyəcəkdi. Kərim baba qartalı götürüb sahəyə çıxartdı və günəşi göstərib dedi: "Bax, sənin yerin oradır." Qartal dağın üstündə doğan günəşə baxdı. Bədənində və qanadlarında qəribə bir qüvvə hiss edib qorxunu, cücələri, hini unutdu. Qanadlarını inamla açdı. Öz-özlüyündə biraz düşündü. "Doğrudan da mən qartalam, cücə deyiləm. Mənim yerim orada, dağın üstündə, günəşin altındadır. Azadlıq və zəfər günəşinin altında." Sonra səmaya uçdu. Səmada günəşin al şəfəqləri onun qanadlarını biraz da bərkitdi. Qəşəng bir mətn idi. Maraqlı idi. Yəni qartal gördünüz, balaca vaxtdan gətirilib orada saxlanıb, amma o nə qədər təbiətini dəyişsə də yenə də onun qartal olduğunu dəyişməz. Gəlin indi suallara cavab verək. Bu mətnlə bağlı 10 dənə sualımız var. Görək necədir, nə demək istəyir və hansı suallar verir. Belə, Kərim babanın qartal balasının qanadlarını açmağa məcbur etməsi hansı mənanı daşıyır? Yəni Kərim baba kim idi? O kəndin ağsaqqalı idi də, böyük bir nəslin ağsaqqalı idi. Kərim babanın deməli insanlar o dedi ki, sən onun təbiətini dəyişsən də, amma o qartaldır da, cücə deyil. Oxuyaq. İnsanlar özlərini dəyişdirmək cəhdlərinin uğursuz olacağını işarə edir. Hər bir canlının öz təbiətini kəşf etməli olduğunu göstərir. Gücün insanların həyatını dəyişdirdiyini vurğulayır. Həyatda mübarizə aparmağın vacibliyini göstərir. A variantı insanların özlərini dəyişdirmək cəhdlərinin uğursuz olacağına işarə edir. B, hər bir canlının öz təbiətini kəşf etməli olduğunu göstərir. B variantı. Niyə uşaqlar? Çünki bax, deyir ki, görsən, sən onu deyir, aldadaraq uçma haqqını, digər qartallar kimi dağların, uca vüqarlı dağların başında uçma haqqını almısan. Yəni onun təbiətini, o öz təbiətini kəşf etməlidir də. Yəni ki, sən onu məcbur edə bilməzsən mənasında. Yəni doğru cavab B variantı. 2. Piri qartal balasını niyə cücələrlə birlikdə saxlayır? Qartal təhlükəli olduğunu düşünür. O qartalın təhlükədən qorunması üçün onu tək buraxmaq istəmir. Qartal balasının uçmaq üçün hazır olmadığını düşünür. Qartal balasının böyüyüb yanına uçacağından qorxduğuna görə neynədir? Onu cücələrə qatdı ki, uçub getməsin. Qartal balasının cücələr arasında yaşaması onu nəyə öyrədir? Yəni cücələr kimi buğda yeməyə. Gəldi cücələr kimi buğda yedi. Daha yüksəklərə uçmaq, xeyr, qanadlarını daha yaxşı. Cücə necə uçsun, onlara da baxsın, uçmaq öyrənsin. Qartallar kimi yırtıcı olmaq, xeyr, cücələr kimi dəmlənməyi, buğda yeməyi. Sonra 4-cü sual. Kərim baba Piriyə nə məsləhət verir? Deyir ki, sən
onun təbiətini dəyişdirməyə çalışmamasını. Yəni A variantı. Bayaq dedim, dəfələrlə dedim, digər variantlar da uyğun deyil. Biri mətndə fərqləndirilmiş sözü əvəz edə bilməz. Bax, burada məsxərəyə söz olmalıdır məncə. Deyir, oxucu məsxərə ilə, yəni istehza ilə güldü, lağ edərək güldü, ələ salaraq güldü. Yəni o mənalarda işlənir deyə bunların heç biri uyğun deyil. Hə, desəydi əvəz edə bilər, onda bunlardan götürə bilərdik. Amma əvəz edə bilməz, sevinclə gülmürdü, onu ələ salırdı, lağ edirdi ki, ona hə də uça bilmədi. Sonra 6-cı sual. Mətndə səslənən hadisələrin düzgün baş vermə ardıcıllığını müəyyən edin. Kərim baba qartal balasını qarşısına ət tikə satır. Kərim baba qartalı götürüb sahəyə aparır. Ovçu qartal balasını tapdıqdan sonra evə aparır. Qartal özündə güc taparaq səməyə qalxır. Ən birinci ovçu aparır, düzdür? Ovçu gətirir evə. Sonra Kərim baba qartalı götürüb sahəyə aparır. Kərim baba qartal balasının qabağına ət atır. Görür, əti yemir. Sonra götürür onu sahəyə aparır ki, bəlkə uçar da, sahəyə uçmağa aparır. Yəni o hansı rəqəmdir. Daha doğrusu uşaqlar, burada 2 deyil. Mən belə deyib də 2 götürmüşəm. Hə, ət 2-yə satır. Yəni 1, sonra 2, sonra da 4. Yəni ən axırda hansı olur? 4. Sonra yəni 3, 1, 2, 4 hansı variantdır? C variantı. Qartal balasının uçmaqda qorxması nəyə göstərir? Cücələrin həyat tərzini öyrəşdirin, əlbəttə. Onun heç bir quşa bənzəməməsi, xeyr, qartal balasının sahibi tərəfindən aldatıldığını başa düşdüyünü, qanadlarının olmamasını. O qədər cücələrin yanında durub ki, da elə bilir ki, şeydir. O cücədir də, qartal deyil, ona görə. 8. Mətn ideyasını əks etdirən fikir hansıdır? Həyatda azad olmaq üçün mübarizə aparmaq vacibdir. İnsanlar heç vaxt öz təbiətini dəyişdirməməlidirlər. Hər bir varlıq öz təbiətinə inanarsa, hər şeyin öhdəsindən gələ bilər. Bəli. Hansı variantdır? C variantı. Yəni o cücə olduğuna inandığı üçün uçmurdu. Amma qartal olduğuna inandıqdan sonra artıq uçmağa başladı. Növbəti 9. Qartal balasının son anda uçmağa qərar verməsi nəyi simvollaşdırır? Sahibindən bezmiş quşun etiraz etməsini, özünün həddindən artıq güvənməsi. Bəli, o özünə inandı ki, artıq mən qartalam və qartal kimi də uçacağam. Ana təbiətin bəxş etdiyi azadlığı, özündə güc tapmaq, hər şeyə nail olmaq, özündən həddindən artıq güvənməsinə və artıq o özünə güvənərək, necə deyim, dedi ki, mən artıq qartalam, inanmamağa çalışdı sahibinə və özünə güvənərək, həddindən artıq güvənərək uçmağa cəhd göstərdi və həqiqətən nə oldu? Uçmağa bacardı. Pir obrazı ilə bağlı səhv fikir hansıdır? Piri də bizdə onu gətirib cücələrin içərisinə qatan idi. Kərim baba ilə qatmayaq. Qartal onu tək etməsini istəmir. Bəli, istəmir. Ona görə cücələrə qatır. Dağ kəndlərin birində məskunlaşmışdır. Bəli. Deyir, yaralı qartalları sağlaraq təbiətə geri qaytarır. Təbiətə geri qaytarmıram. Bir özündə saxlayır. Mahir ovçulardan biri idi, bəli. Sonra informativ mətndir. Maestro Niyazi. Gəlin oxuyaq görək bu necə mətndir. Bu mətnlə də bağlı yenə 10 dənə sual var. Baxaq. Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətli olan Maestro Niyazi 1912-ci il avqustun 20-də Tiflisdə dünyaya göz açmışdır. Anası Böyük xanım, ixtisasca həkim, atası Zülfüqar Hacıbəyov, Üzeyir Hacıbəylinin qardaşı, musiqili komediya teatrının əsasını qoyan görkəmli xadimlərdən biridir. Onun musiqi sənətini seçməyində Üzeyir bəyin dəvəssiz rolu olmuşdur. Yəni Üzeyir deməli nədir? Əmsi düşür də. Çünki Üzeyir Hacıbəyli ilə Zülfüqar Hacıbəyli qardaş olublarsa, Üzeyir Hacıbəyov da onun əmsi düşəcək. Sonra Niyazinin ilk böyük müvəqqəti 1938-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənəti günlərindəki çıxışı ilə bağlıdır. Belə ki, o Moskvada Üzeyir Hacıbəylinin Koroğlu və Müslüm Maqomayevin Nərgiz operalarının dirijorluq edir. Bu zaman o, həmin əsərlərə şöhrət, onların müəlliflərinə isə böyük uğur qazandırır. Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı Niyazinin adı ilə bağlıdır. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini Rast və Şur
şuru nota köçürür. Xosrov və Şirin operası Rast simfonik muğamlı və əsərlər Niyazi qələminin məhsuludur. Maestro Niyazi 1986-cı ildə Çitra baletinə görə Cəvahirləl Nehru mükafatına layiq görülmüşdür. Qeyd edək ki, Çitra baletinin məşhur Hind yazıcısı Rabindranath Tagorun Chitranganda dramı əsasında yazmışdır. Bir sıra dövlət mükafatlarına, o cümlədən Seseri xalq artisti fəxri adına layiq görülən Maestro Niyazi 1984-cü il avqustun 2-sində vəfat etmiş və fəxri xiyabanda dəfn olmuşdur. Sənətkarın mənzili 1994-cü ildən ev muzeyi kimi fəaliyyət göstərir. Uşaqlar, maestro bu dirijorluq edənlər, bəstəkara, dirijora və bu musiqidə olan insana ən çox da dirijor və bəstəkara deyilir maestro. Niyazi də həmçinin onlardan ən tanınmış və görkəmli xidmətləri çox olan maestrolardan biri də Niyazi olmuşdur. Deyir, Maestro Niyazi Cəvahirləl Nehru mükafatına hansı fəaliyyətdən görə layiq görmüşdür? İnformativ mətndə biraz sənə çətin gələ bilər. Qayıdıb gəlib mətnə baxırsan, Çitra baletinə görə, yəni məşhur Hind yazıcının dramı əsasında yazılmış Çitra baletinə görə. O da hansı variantdır? Əlbəttə ki, C variantı. Deyir, hansı fikirlər doğrudur? Niyazi bəy 1938-ci ildə ilk böyük müvəqqətini qazanmışdır. Bax, 1938-ci ildə ilk böyük müvəqqəti 1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan incəsənətin günlərindəki çıxışı ilə uğur qazanmışdır. Bəli, deməli hansıdır? Birinci variantımız düzdür. Maestro Niyazi 1912-ci il avqustun 20-sində Bakıda anadan olmuşdur. Bax, 1912-ci il avqustun 20-sində görüb də tezcə qaçma. Tiflis deyir, Bakı demir. Deməli, ikinci səhvdir. Ona görə mən ikincini götürməyəcəm. Niyazi bəy Seseri xalq artisti fəxri adına layiq görülmüşdür. Deyir ki, Seseri xalq artisti adına, fəxri adına layiq görülüb. Bəli. Nədir? Bu deməli doğru variantdır. 3 doğrudur. Maestro Niyazi musiqi sənəti seçməyində Rabindranath Tagorun əvəzsiz olmuşdur. Xeyr, elə əmsi Üzeyir Hacıbəyliyin əməyi daha çox olub. Yəni o sadəcə Çitra baletinə köməklik etmişdir. Onun nəticəsində uğur qazanmasına əvəzsiz rol olmuşdur. Amma ən çox əmsi xidmət olmuşdur. Yəni 1, 3 hansı variantdır? C variantı. Mətndəki fərqləndirilmiş sözlə eyni mənada olan söz hansı cümlədir? Mətndə fərq əsərlər. Düzdür. Deyir, səhərki qara buludlar əsər əlamət qalmıyor. Xeyr, əsər var rusuna görə fərqlənir. Əsər, yəni musiqi əsəri falan. Bir də var külək əsər, əsər əlamət. Yəni o mənalara diqqət etmək lazımdır. Zülfiqar Hacıbəyovun bəstələdiyi əsərlərdən biri, bəli, artıq o rənglərdən əsər əlamət qalmamışdır. Xeyr, külək əsər xeyr. Yəni hansı variantdır? B variantı. Mətndəki mənası ilə eyni olan. Mətndə sizə uyğunlaşdırın. Deyir, Rast və Şur klassik nümunələri Maestro Niyazinin Moskvada keçirilən Azərbaycan incəsənətləri cümlərindəki çıxışı ilə bağlıdır. Baxaq görək bu Moskvada keçirilən hansı idi? Moskvada keçirilən Üzeyir Hacıbəylinin Koroğlu və Müslüm Maqomayevin Nərgiz operalarına dirijorluq etmişdi. Deməli, bu hansıdır? Koroğlu və Nərgiz operaları, deyir ki, Maestro Niyazinin Moskvada keçirilən Azərbaycan incəsənəti Koroğlu və Nərgiz operaları. Deməli, 2-yə nə olacaq? A. 2-nin qarşısına yazıram A. Deyir, Niyazi bəy tərəfindən ilk dəfə olaraq nota köçürülmüşdür. Gəl görək ilk dəfə nota köçürülən hansı əsər idi? Bax, burada yazıb ki, buraya bax. Deyir, 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələri Rast və Şuru nota köçürdür. İlk dəfə Rast və Şuru nota köçürdüyü hansı olub? Deməli, B variantı. 1-ə B-ni yazacaqsan. Mətndə dedi, qayıdıb mətnə görsən mən necə baxıram? Sən də eyni qayda ilə baxırsan. Və 1938-ci ildə Maestro Niyazi dirijorluq etmişdi. Görək hansına? Rast və Şura, yoxsa Koroğlu və Nərgizə 1938-ci ildə, bax, görsən 1938-ci ildə Moskvada da hansı idi? Koroğlu da Nərgiz. Elə hansıdır? Koroğlu da Nərgiz olan, yəni 2-yə də yazacaqsan, hansı variantı? 2-yə də yazacaqsan C variantını. Yəni 1B, 2 də A, C hansı variantı uyğun gəlir? A. Qəşəng maraqlı sual idi. Dirijorluq hansı əsəri Azərbaycan xalq musiqisi? Dirijorun hansı əsəri Azərbaycan xalq musiqisi ilə bağlıdır? Əlbəttə ki, Koroğlu. Yəni qayıdıb mətndə də baxa bilərsən ki, ən çox hansıdır? Xosrov və Şirin operası, Rast və deyir muğamı Niyazi qələminin üslubu məhsuludur. Bax, burada Koroğlu. Yəni Koroğlu operası Azərbaycan operasının
xalq musiqisi ilə bağlıdır Koroğlu balet. Yəni A variantı. Növbət 16. Mətndə hansı yarımbaşa rast gəlinə bilməz? Maestro Niyazinin ailəsi deyir ki, belə, necə deyim, baxın bura, mətndə bir deyəcəm sizə indi. Maestro Niyazinin ailəsi xeyr, var idi. Daha doğrusu var idi, amma mənə gəlinmir lazımdır. Maestro Niyazi musiqi sənətinin rolu, o elə mətnlə çox ondan danışılır var. Azərbaycan dirijorluq məktəbinin Azərbaycan dirijor məktəbi yəni belə bir şey demir. Yəni Titra baleti bəli, elə Titra kimlər oldu, nə vaxt Hind yazıçısı idi, necə oldu, hansı mükafat aldı, o haqqda da məlumat var. Amma baxın, Azərbaycan dirijorluq məktəbinin tarixi, yəni bunun Niyazi ilə nə əlaqəsi var? Yəni bu mətndə dirijorluq tarixindən falan danışılır? Xeyr. Yəni belə bir başlıq yaza bilmərəm. Düzdür, dirijor hə, Maestro Niyazi dirijor olub. Bəli deyə bilərsən, dirijorluqda nəsə söhbət gedir, amma onun tarixi, kimin adı ilə bağlı, ilk dəfə dirijor kim olub, ilk dirijor kim olub, yəni belə bir şeylər yazılmır. Sadəcə burada Maestro Niyazinin həyatı haqqında, musiqiyə olan tövsiyələri haqqında, nələr, hansı xidmətləri olmuşdur, ondan danışılır. Və 17-ci sual deyir, 1938-ci il Azərbaycan incəsənəti günlərindəki çıxışı. Bəli, bəli. Dedik axı Moskvada olmuşdu. Bu düzdür. Deyir 1935 rast və şurun nota köçürməsi. Gəl bu mətnə bax. Bax görürsən, mən də dəqiqləşmək üçün yenə baxıram. Bəli, 1935 ilk dəfə Azərbaycan xalq musiqisi rast və şuru nəyə çevirdi? Rast və şuru 1935-ci ildə nota köçürdü. Yəni hansıdır? Burada da olacaq B variantı da düzdür. 1912-ci ildə Tiflisdə anılması düzdür. 1994-də vəfat etməsi. Xeyr, 1994-də vəfat etməyib. 1994-də evi müzeyə verilib. Bax, bununla onu qatışdırma. Ha? 1984 avqustun 2-sində vəfat edib. 84, 10 il sonra evi müzeyə verilib. Sənə də birbaşa yazıb 1994 evi müzeyə verilmə ilini sənə vəfat etməsi yazıb. Yəni səhvdir. Bir də uşaqlar, burada üzürlü sayın. Mən qayıtdım bir də oxudum. Azərbaycan xalq musiqisi ilə bağlıdır. Burada deyir, ha, rast və şur. Bax, bura baxın, bir mətn bir də qayıdıram. Baxın. 15-ci sual deyirəm. Burada gözümdən qaçıb. Deyir, ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini, rast və şuru. Baxın, burada variantın içərisində də var. Rastı verib də, şuru verməyib. Görürsən, rast deyir, Azərbaycan xalq musiqisə bağlıdır. Rast, şur. Yəni A da deyil, B də deyil, C də deyil. Hansını qeyd edir? Rastdan şuru ilk dəfə. Ona görə də D variantıdır burada doğru cavab. Deyir, Maestro Niyazi hansı əsərlərin dirijoru olmuşdur? Leyli Məcnun və Şahsima, xeyr. Koroğlu və Nərgiz. Aha, elə hansıdır? B variantı. O olmasın, bu olsun, Sevil, xeyr. Arşın Malalan və Fərhad Şirin, xeyr. Mətnə də baxıb daha yaxşı dəqiqləşdirə bilərsiniz. Yəni sizin üçün deyirəm. Maestro Niyazi musiqi sənətinin seçməsində kim böyük rol oynamışdır? Bax, burada qeyd edilir. Mən bir də göstərim sizə. Deyir, onun musiqi sənətini seçməyində Üzeyir bəyin. Üzeyir də kim idi? Onun atasının qardaşı. Yəni, özünün də həmsidir də. Atasının qardaşı özünün də həmsi. Yəni, Üzeyir Hacıbəyli. Kim rol oynayıb? B variantı. Üzeyir Hacıbəyli. Maestro Niyazinin ilk böyük uğuru hansı tədbirdə olmuşdur? Moskva, Azərbaycan incəsənət günlərində, Koroğlu və Nərgiz operalarında ən böyük uğuru ilk dəfə orada qazanmışdır. Belə uşaqlar, indi keçirik 4-cü bölümümüz ilə davamıdır. Monotonik B variantı, yəni çətin tiplidir. Artıq bu 56-cı səhifə ilə də yekunlaşdıracaq 4-cü bölməni. Yenə bayaqki məntiq suallarından biridir. İnşallah ki, burada düz çıxar. Deyir 2, yəni bizə bir qaydan verib ki, yəni sən bu yoldan gedəcəksən. 2-ni 3-ə vuracaqsan, 6 üzərinə 5 gələcəksən, 11. Səndən isə 5-ci ədəd istəyir. Aha, 11. 11-i 3-ə vuracaqsan, 33. Üzərinə 5 gələcəksən, necə edəcək? 38. Yenə 38-i 3-ə vuracaqsan. Bax, 38-i vurursan 3-ə, 24, 9, 2 də yadda 10, 114, üzərinə də 5 gəlsən 119. Görürsən, 1-ci ədəd, 2-ci ədəd, 3-cü, 4-cü ədəd mənə nə lazımdır? Mənə 5-ci ədəd lazımdır. 5-ci ədədi tapmaq üçün yenə 119 vururam 3-ə. 3 dəfə 9, 27, 7 yaz 2 yadda, 3 dəfə 1, 3, 2 yadda 5, 3 dəfə də 1, 3. 357, üzərinə də 5 gələndə 362. Yəni, mənim 5-ci ədədim hansı oldu? 362. Yəni, B variantı uşaqlar. Lövhəni açdım ki, daha asan olsun, qarışıq olmasın da bir-birinin içərisində. İndi 23-cü sual deyil, tənliyi həll edin. Yenə natamam tənlikdir. N bölək 3, 4 dəfə 9. Yəni, buranın hələ ki, niyə natamam deyirəm uşaqlar? Çünki bərabər sağındaşları tam həll eləməyib. Deyib, zəhmət olmasa özünü hesabla. N də bərabərdir, bölək digər tərəfə keçəndə 36 böl 3. N də bərabər 36-nı 3-ə böldükdə, gəl sənin üçün ağacı bölməklə bölüm.
Baxın, 3-ün içərisində 3 bir dəfə, 3, 3, 0. 6-nın içərisində də 6-nı endirəm. 6-nın içərisində də 3, 2 dəfə, 2 dəfə 3 də 6, 0. Necə düşdü? 12. Yəni n-in qiyməti neçədir? Əlbəttə ki, 12. Növbəti yenə ifadədir. Deyir, hesablayın. Əgər mötərizəli ifadələrdə dedik ki, birinci mötərizənin içində hesablayırıq və mötərizənin içərisində də toplama və vurma varsa, birinci vurma vəzifəlidir. Vurmanı yazacaqsan. Yəni 56 vur 3 neçə eləyəcək? 3 dəfə 6 18, 3 dəfə 5 15, bir də ya da 168. Nə edəcəksən? 2 vuraq. Bax 483 çıxaq 168 üstə gələk 486. Bildin də mən 168-i hardan aldım? Vurdum, hesapladım. Yenə mən bu mötərizəm üçün hesablayıram. Canım qutarsın mötərizədən. 483-dən çıxacam 168. 3-dən 8 çıxa bilmirəm. 1 onluq verirəm. 13-dən 8 çıxdıqda 5. Burada qaldı mı 7? 7-dən 6 1. 4-dən də 1 315. Qalacaq 2 vuraq 315. Birində 315 hansı nədən aldımsa mötərizənin qiyməti idi. Üstə gələk 486. Aha, yenə də görürəm vurma var, bir də toplama var. Birinci vurma yazacaqsan. 315-i də 2-yə vuracaqsan. 2 dəfə 5 10, 2 dəfə 1 2, 1 yadda da 3, 2 dəfə 3 də 6. 630 üzərinə gəl 486. O da hesablayanda neçə eləyəcək? 6, 11, 10, 11. Neçədir? 1116. Yəni hansı variant uşaqlar? C variantıdır. Sonra 24-cü sual. Bu suallardan çox işləmişik uşaqlar. Yəni əgər diqqətli olsanız, düşünərək, yəni əzbərləməyərək yazsanız, vallah çox asan gələcək sizə. Yenə A-nı yerinə 8 qoyacağam, B-ni yerinə də 7 qoyacağam. A üstə 28, yəni 8 üzərinə gəl 28 vuraq. B-imizin qiyməti neçədir? B də 7-dir də, vuracaq 7-yə. Bərabərdir. 28 üstə 8 gəldikdə 36 vur, üzürlü sayın. Yəni vur. Yəni bu da eləyəcək 252. Yəni hansı variant uşaqlar? B variantı. Növbəti deyir hansı cəmi 7 adı. Yəni 7 A, yəni 7 dənə A. 1, 2, 3, 4, 5, 6, 7. Hansı variantdır? A variantı. Bayaq digərlərində də izah eləmişdim. Yenə aşağılar sual işarəti tam əks edən riyazi ifadədir. Riyazi ifadə nə idi? Həm hərflərdən, həm də riyazi rəqəmlərdən ibarət olduqda o nə idi? Riyazi ifadə. Burada da görürəm 2 dənə D var, bir dənə də 6 var. Nə yazacaqsan? 2 dənə D var deyə 2 vur D, üstə gələk bir dənə 6 var, 6. 2 vur D, üstə gəl 6. Hansı variantdır? C variantı. Belə, bu qədər asan. Sonra yenə deyir tənliyi həll elə. Bax, yenə bərabərdən sonranı deyib ki, zəhmət olmasa özün böl, sonra başla həll etməyə. 94 üzərinə gəl n bərabərdir 8 dəfə 12 necə eləyəcək? 96. N də bərabərdir 96 çıx 94. N də bərabərdir ki, n-imiz məhsul idi, düzdür? Neçə tapdım? 2. Deyir, təsvir etsəsən A-nın qiymətini tapın. Aha, bu da qəşəng maraqlı sualdır. Baxın, bunlara diqqətli olun. Ha, bunlardan çox qarşılaşacaqsınız. Görürəm 3 dənə A var. Yenə 3 dənə A var deyə 3 vur A. Yəni biz nə edirik? Toplamada A üstə gəl, A üstə gəl, A üstə gəl yazdığımızda görürəm 1, 2, 3 dənə A var. Yazıram 3 dənə A, üstə gəl 9. Bunların cəmi 75-dir. İndi mən qurdum tənliyi, düzdür. İndi bundan sonra sən bu 3 A-nı hələ ayıra bilməzsən. Çünki yanında toplama var. Toplama bərabərin sağına keçəcək. 75 çıx 9. 3 vur A bərabərdir. 75-dən də 9 çıxanda qalacaq 66. A da bərabərdir. Vuraq digər tərəfə keçəndə olacaq bölək 66 böl 3. A da bərabərdir edəcək 22. Yəni hansı variantdır? D variantı. Sonra 29-cu sual. Deyir, uzunluğu 50 metr olan taxtadan əvvəlcə bir qədər kəsdilər. Aha, bax bir qədər kəsdilər. Bilirsən nə qədər kəsdilər? Xeyr, bilmirəm. Bir qədər kəsdilər məhsuldur. Bilmirəm axı. 50 metrdən bir qədər kəsiblər deyə azalıb axı. Və qalan taxta uzunluğu 4 metr olan 8 hissəyə ayrıldı. 50-dən x çıxdın. Baba, bu fərqdən deyir, uzunluğu 4 metr olan 8 hissəyə ayrılıbsa, 4 dənə 8, 4 metr olub 8 hissəyə neçə elədi? 32. Bərabərdir 32. Niyə? Hardan tapdım deyərsən? Bax, balam, 4 dənə metri 8 hissəyə ayırıb. Bir dənə hissəm 4 metrdirsə, 8 hissəm də 32 eləyəcək. Öyle bir o bayaq yazdığımız tənliklər kimdə? Bax, 4 vur 8. Tam deyil axı, birbaşa mən bax belə yazım da. 4 vur 8. Yəni 4 dənə hissədir. Daha doğrusu 8 dənə hissədir. Biri 4 metrlikdən. Bax, buraya bax.
8 dənə hissədir, biri də 4 metrlikdən. Yəni 32 eləyir axı. 50 çıx x nə qədər imiş ki, axırda 32 qalıb. Onu da 4 metr olan 8 hissəyə bölüblər. X da bərabərdir 50 çıx 32. X da bərabərdir 50-dən 32 çıxanda qalacaq 18. Deməli neçə metr kəsiblər? 18. Yəni hansı variantdır? B variantı. Sonra 30-cu sual. Deyir, tərəzi tarazlıqdadırsa, aha, yenə bayaqki kimi tərəzi tarazlıqdadırsa, necə yazacağam? Görürəm, bura 5 kiloqramdır. Deməli, bu tərəfdə, bax, bu yan, bir dəqiqə, bax, bu yan da deməli 5 kiloqram olmalıymış. Çünki eynidir, axı qollara baxın, eyni yüksəklikdə durur. Görürəm, 2-dən 1, 3 kiloqram buradan gedib, deməli, bunlara 2 kiloqram qalıb. Mən də bayaq yazdım ki, 1 kiloqram 1000 qramdır. Görürəm 1, 2, 3, 4 dənə x var. Bax 4 dənə x varsa yazıram 4 vur x. Yəni yenə deyirəm 1, 2, 3, 4 dənəsini toplayıb hasili şəklində göstərdim də. Çünki 4 dənə daha bərabərdir. 3 kiloqramım var burada. 2 kiloqram. Bu 4'ü 2 kiloqrama bərabərdir. O da 2 kiloqramın da 2000 qram eləyir. X də bərabərdir. Vuraq olacaq bölək. Yəni 2000 bölək 4. X də bərabərdir. Düşəcək 500. Yəni bir dənə x-in kütləsi nə qədər imiş? 500. Hansı variantdır? A variantı. Sonra hansı bərabərlik dəyişəninin 6-ya bərabər qiymətində doğrudur? Aha, çox qəşəng sualdır. Bu nə demək istəyir? Baxacaqsan ki, hansı bərabərlik dəyişəninin 6-ya bərabər qiymətində doğrudur? Yəni faydanın qiyməti 6-ya bərabərdir. Gəl görək hansındadır. Onun üçün nə edəcəksən? Hamısını bir-bir hesablayacaqsan. Gəl başlayaq. A. 7 vur x çıxaq 10 bərabərdir 25. 7 vur x bərabərdir 25 bu yana keçdikdə, yəni daha doğrusu uşaqlar 10 digər tərəfə keçdikdə üstəcələ olacaq. 7 vur x bərabərdir 25 üstə 10 35. X də bərabərdir 7-ni neçə vurub ki 35 alıb. Yəni və yaxud 35-i 7-ə böl 5. X 5-dir, amma məndən 6-ya bərabər olsun deyir. Ona görə də olmayacaq. Hə, 5 eləyir. Amma burada neçə olmalıdır? 6 olmalıdır. Ona görə də A variantı mənim ödəməyəcək. Növbəti keçirəm B variantını hesablayıram. Deyir 25 üzərinə gəl 2n. Bax 25 üzərinə gəl, yəni 2 vur n bərabərdir 35. Yenə vuraq bayaq dedim bu birləşməni ayırmırsan. 2 vur n bərabərdir 35 çıx 25. 2 vur n bərabərdir 35-dən 25 çıxdım. Necə qaldı? 10. N də bərabərdir 10-u 2 yerə böləndə neçə düşəcək? 5 və ya 2-ni neçəyə vurub ki 10 olub 5. Yəni burada da n-in qiyməti 5 alır. Məsələn də bərabər 6-ya bərabər olsa deyir doğru olar. Gəl yoxlayaq indi. Hansı variant? Müəllimimiz elə birbaşa nəyə keçib? C-yə keçib, B-yə baxaq. 6 vur x üstə gəl 8 bərabərdir 44-də. 6 vur x, yenə vurmanı ayırmıram. Görsən fikir ver. 44 çıx 8. 6 vur x bərabərdir 44-dən 8 çıxanda neçə qalacaq? 36. X də bərabərdir 36-nı 6-ya böldükdə 6. Aha. Və yaxud da 6 dəfə neçə 36 edir? 6. Elə mənim də hansı variantımdır? B variantı. Çünki bunun qiyməti 6-ya bərabərdir. Gəl indi D-ni də yoxlayaq. Görək D-də neçə alırıq? D-ni də hesablayanda 70 çıxaq n vur 5. Yəni bunu dəyişirlə yazıb sən qəti tərəddüd eləmirsən. Yenə ayırmırsan. 5 vur n bərabərdir 70 çıx 50. Niyə deyərsən mənim işarə dəyişmədi? Çünki görürəm ki, bərabərin sağındakı ədəd bax bu azalandan kiçikdir deyə dəyişmədi. 5m bərabərdir 70-dən 50 çıxanda 20. M də bərabərdir, yəni vuraqdır da bu. 5-i neçəyə vurub ki 20 olub və ya 20-ni 5-ə bölünəcək düşür 4. M də burada 4-dür. Yəni bu da ödəmədir. Hansı variantdır? B. Sonra sonuncu sualımız 32-ci sual. Deyir ki, hansı ədədi, bax bilmirsən. Hansı ədədi 7 dəfə azaldıb, yəni bilmirsən hansı ədədi 7 dəfə azaldıb, yəni 7-yə bölürsən və üzərinə 34 əlavə etsən, bərabərdir 48 alınar. Yenə x bölək 7 ayırmırsan, bərabərdir 48 çıx 34. Çünki bu bərabərin bu yanına keçib axı. X da bölək 7 bərabərdir 48-dən də 34 çıxanda nə qalacaq? Əlbəttə qalacaq 14. X da bərabərdir böləkdir. Bu tərəfə keçdikdə vuraq olacaq. 14-ü də 7-yə vuracaqsan. X da bərabərdir edəcək 98. Yəni hansı variantdır? Uşaqlar B variantı. Bu bölməni niyə gətirib bura salıblar bilmirəm. Hələ vurma ilə gedir dişimiz. Eybi yoxdur.
Yəni belə. Yəni hansı ədəd dediyinə görə x bilmədim. Və 7 dəfə artırıb desəydi, hə, x vur 7 yazacaqdım. Bax, məhz bu azaldıb sözünə görə mən bura bölək yazdım. Üzərinə 34 əlavə etmək 34 bərabər edir 48. Və bu şəkildə tənliyimi qurdum. Sonra da səbirli şəkildə həll etdim. Yəni başa düşmədin, qayıt yenidən bir də bax. Heç uşaqlar sağ olun, salamat qalın. Növbəti izahlarda burada olun.